Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə. Bugün də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 60-cı səhifəsindəki mövzu ilə tanış olacaq. İlk öncə dinləmə mətninə nəzər salaq. Daha doğrusu mən oxuyacağım, siz isə dinləyəcəksiniz və daha sonra tapşırıqları birlikdə icra edəcəyik. Jules Verne'in Sirli Ada hekayəsindən deməli bir hissəni oxuyuruq. Qasırğaya düşmüş hava balonu yavaş-yavaş aşağı inirdi. Mister Smith balonu suyun səthi ilə sahilə, quruya tərəf istiqamətləndirməyə çalışırdı. Birdən hündür bir dalğa balona çırpılıb bir göz qırpımında onları sahilə atdı. Qumun üzərinə sərilmiş səyyahlar bir müddətdən sonra özlərinə gəlib ətrafa boylandılar. Bura haradır? Deyəsən kimsəsiz adaya düşmüşük, deyə Mr. Smith dilləndi. Dənizçi Jonathan islanmış paltarını sıxa-sıxa dedi. Hava çox soyuqdur, ocaq qalamaq lazımdır. Amma heç birimizdə kibrit yoxdur. Mr. Smith cavab verdi. Narahat olmayın, bir yol taparıq. Siz bişirmək üçün bir şey tapın. Yəqin ki, buralarda yeməli bitkilər, ov heyvanları olmamış deyil. Sonra Smith Herbertin qolundakı saata baxıb əlavə etdi. Herbert, sən mənimlə qal. Jonathan təəccüblə mühəndisə baxdı, amma bir söz demədi. Yoldaşları ilə birlikdə ov üçün meşəyə getdi. Bir müddət sonra onlar geri qaydanda uzaqdan göyə qalxan tüstünü gördülər. Jonathan heyrətlə soruşdu. Odu kim yandırdı? Günəş, deyə mühəndis gülümsədi. Mühəndis Jonathan heyrətdən bərəlmiş gözlərini görüb izah etdi. Özümün və Herbertin saatının sferbalatlarını çıxartdım, onların kənarlarını gillə yapışdırdım. Sonra düzəltdiyim şüşəni günəş şüaları altına tutdum. Belə şüşə günəş şüalarını bir nöqtəyə yönəldə bilir. Həmin nöqtədə yandırıcı istilik əmələ gəlir. Şüşəni quru yosunların üzərində saxladım və onlar dərhal yandı. Jonathan heyranlıqla mühəndisə baxıb dilləndi. Mr. Smith, siz dahisiniz. Dinləmə mətnimizə qulaq astıq. İndi isə Jules Verne'in Sirli Ada mətnindən bir parçanı dinləyin. Plan əsasında qısa məzmunu danışın. Planımız isə bundan ibarət. Hava balonunda qəza, kimsəsiz adada yaranan problemlər, Mr. Smith'in ideyası. Bu plan əsasında danışmaq sizin öhdənizə düşür. Buyurun. Hazırlaşın, yəni dinləmə mətni eşitdikdən sonra danışacaqsınız ki, hava balonunda məsələn küləkli hava oldu, hava balonu qəzaya uğradı, dalğa onların deməli qəza zamanı o hava balonunu sahilə atdı və onlar sahildə həm soyuq idi, həm də yemək istəyirdilər, təbii ki, acmışdılar, onların isinmək, qidalanmaq üçün istiliyə ehtiyacı vardı, lakin heç kəsdə kibrit yox idi. Mr. Smith isə neynədi? Bu zaman çox belə öz bacarığı sayəsində dostlarına kömək etmiş oldu və Mr. Smith'in ideyası dahiyanə qiymətləndirildi. İndi isə uşaqlar gəlin B tapşırığına baxaq. B tapşırığında deyil şəkilə əsasən Mr. Smith'in odu necə əldə etməsini izah edin. Şəkildə görürük ki, kağız parçası yanır. Burada lupadır və günəşin işığı. Bəli, Smith də belə eləmişdi. Saatın sferblatlarını çıxardıb, kənarlarını gillə yapışdırmış və günəşin istiliyini bir nöqtəyə yönəldərək yosunlar üzərinə yönəltmiş, yosunlar bir andaca yanmağa başlamışdı. Burada isə həmin təcrübəni kağız üzərində göstərmişlər. Deməli, növbəti mətnimiz isə Arximed möcüzəsi mif yoxsa reallıqdır. Çox maraqlı bir mövzumuzdur. Yenə də Arximed öz ixtiraları ilə tarixdə, belə deyək də, çox dahiyanə bir ixtiralar etmiş və öz sağlığında elə bundan öz milləti, xalqı üçün bəhrələnmişlər və istifadə olunmuşdur. Gəlin mətnimizi dinləyək, oxuyaq birlikdə sizinlə. Arximedin ixtiraları hələ onun sağlığında hərb işində istifadə edilmiş, yaşadığı Sirakuza şəhərinin müdafiəsində böyük rol oynamışdı. İkinci Pun müharibəsi zamanı Romalılar Sirakuza şəhərinə hücum etmişdilər. Bu zaman Yunan əskərləri Arximedin hazırladığı mançanaqlarla Roma gəmilərini darmadağın edirdilər. Xilas yolunu şəhər divarlarına yaxınlaşmaqda
yaxınlaşmaqda görən Romalılar sahilə yan alanda isə onları daha bir qəribə sürpriz gözləyirdi. Divarın üstündən atılan zəncirlərə bərkidilmiş iri dəmir qarmaqlar gəmilərə ilişib onları yuxarı qaldırır, sonra çevrilərək aşağı buraxır, dənizdə batırırdı. Əslində bu dəzgah müasir qaldırıcı qurğuların prototipi idi. Arximedin hazırladığı daha bir döyüş qurğusu güzgülü dəzgah idi. Yunan əskərləri bu dəzgahı qala divarları üzərində yerləşdirib, güzgülərlə günəş şüalarını düşmən gəmiləri üzərinə yönəldirdilər. Bu zaman yaranan istilik Roma gəmilərini bir andaca kibrit qutusu kimi alışdırırdı. Sonralar bu hadisə bəzi alimlərdə şübhə yaradır. Bir çoxları bu hadisəni Arximed möcüzəsi adlandırır və bir əfsanə hesab edirdilər. Görəsən doğrudanmı gəmini güzgü vasitəsilə yandırmaq mümkündür? Dünyanın bir çox tədqiqatçıları dəfələrlə Arximed möcüzəsinin reallıq olduğunu sübut etmişlər. Hələ 18-ci əsrdə fransız alimi Georges-Louis Buffon 128 güzgü vasitəsilə quru şam ağacının bir hissəsini yandırmağı bacarmışdı. 20-ci əsrdə bu təcrübəni İtalyanlar da sınaqdan keçirirlər. Onlar 450 güzgü vasitəsilə yelkəni yandırmağa nail olurlar. Nəhayət 1973-cü ildə Yunanistanlı fizik Ioannis Sakkos bu eksperimenti gəminin üzərində aparır və gəmini yandırmağı bacarır. Bütün bu eksperimentlər sübut edir ki, həqiqətən də Arximedin güzgülər vasitəsilə doğma şəhərini xilas etməsi heç də möcüzə deyil, elmi əsası olan reallıqdır. Mətnimiz bu qədər. Dəyərli izləyicilər, indi gəlin söz mücüsünə nəzər yetirək. Burada mançanar, yelkən, eksperiment, dəzgah və prototip sözləri verilmişdir. Deməli, söz mücüsündəki sözləri mançanaq, qədimdə döyüşlərdə qalaların divarlarını dağıtmaqdan ötürü daş atmaq üçün işlədilən hərbi qurğudur. Yelkən, dor ağacına bənd edilən və içinə hava dolduğu zaman gəmini, qayığı hərəkətə gətirən xüsusi biçimli qalın, möhkəm bez parçasıdır. Eksperiment isə bir təcrübədir. Hansısa bir fərziyyənin, problemin öyrənilməsi üçün həyata keçirilən praktik fəaliyyət. İndi isə gəlin nə anladın hissəsinin tapşırıqlarını yerinə yetirək. Mətnə əsasən suallara cavab verin. Mətndə hansı tarixi hadisənin adı çəkilir? Bu hadisə haqqında nə bilirsiniz? Tarixi hadisə deyiriksə, biz burada bu mətnimizdə 2-ci Pol müharibəsinin adını çəkilir, onu eşidirik. Bu müharibədə Romalılarla Yunanistanlılar arasında baş vermişdi. İkinci sualımız nədir? Sirakuza şəhərinin müdafiəsində alimin hazırladığı hansı qurğular istifadə edilmişdir? Bəli, Arximed öz doğma şəhəri Sirakuzanın müdafiəsi zamanı mançana, gəmiləri batırmaq üçün hazırlanan qaldırıcı qurğu, güzgülü dəzgahdan istifadə etmişdilər. Yəni alimin hazırladığı bu hərbi texnikadan istifadə olunmuşdu. Üçüncü, Arximed möcüzəsi deyərkən hansı hadisə nəzərdə tutulur? Mətnin sonunda da görürük ki, Arximed möcüzəsi bir çox vaxt dünyanın bir çox tədqiqatçılarının dəfələrlə Arximed möcüzəsinin reallıq olduğunu sübut etmişlər. Bu Arximedin hazırladığı döyüş qurğusu güzgülü dəzgah idi. Ona bəzi insanlar Arximed möcüzəsi deyirdilər. Sonra Ç tapşırığına baxaq dəyərli izləyicilər. Mətndə verilmiş məlumatlardan istifadə edərək güzgülü dəzgahın tədqiqi tarixinin xronoloji cədvəlini tamamlayın. Deməli, nə vaxt? 18-ci əsrdə fransız alimi Georges-Louis Buffon 128 güzgü vasitəsilə şam ağacının bir hissəsini yandırıb. Digər bir eksperiment
baş vermişdi İtalyan 20-ci əsrdə. Bu təcrübəni İtalyanlar sınaqda keçirir və onlar artıq 450 güzgü ilə yelkəni yandırmağa nail olurlar və nəhayət 1973-cü ildə bu eksperimenti Yunanistanlı fizik Ioannis Sakos yerinə yetirmiş və bu dəfə gəmini yandırmağa müvəffəq olmuşdu. Həmin bu hissələri deməli cədvəlimizin 2-ci və 3-cü boş qovluğuna qeyd edirik. Göstərdiyim kimi, yəni mətndə hissələri. Bu hissələri mətnimizdən bir dəqiqə. Dəyərli izləyicilər, mətnin deməli fərqli rənglərdə göstərdim. Deməli 20-ci əsrdə bu təcrübəni, bura 20-ci əsr yazırıq. Sarı xətli məlumatı sarı deməli cədvəlin bu boşluqlarına qeyd edirik. Göy xətlə çəkdiyim cümlələri, yəni məlumatları isə uyğun olaraq cədvəlin göy xət çəkdiyim hissəsində qeyd edib tapşırıqları yerinə yetirə bilərsiniz. Bugünlük bu qədər. Növbəti dərs izahlarında görüşərik. Sağ olun, salamat olun. Hər kəsə uğurlar.